Şirzat! Sən də mənim oğlum. Kişi getdikcə səriştəni itirir. Onunla bir dil tapın, yola gətirin. Sözə məsləhətə qulaq asmır Səkinə xala. Ay oğul, deyirlər o var dağa mindirər, o var dağdan indirər. Elə deyin ağlına batsın, qəbul eləsin. Neynik? Biz onunla bir də danışarıq. Bəyəm, şiriniz diri-diri məni qəbrə bastırmaqdır. Özün düzlükdən danışırsan, amma doğru deyənin dilini kəsirsən. Rüstəm dayı, qaytarın Çoban Kərəmi öz yerinə. Düz Yalan deyil. fermanı dağıtdığı bəsdir, siz də məndən nə çıxın? Ne gəl çəkir Yalan Rüstəm dayı. dayı? Mən bir çobanlarla danışmışam, hamı deyir ki Kərəm təmiz adamdır. Budur, budur yalançı atların hamısı. Bütün qoyunların axırına çıxıb. Mən inanmıram, bunların hamısı sözdür. Bu boyda da söz olar, hə? Boş Üç şeylər. adam yoxlayıb, qol çəkib. Sözün açığını deyəndə adamın ağzından niyə vurursan? Qərəz, Kərəm hekayəti qutardı və salam, hoş gəldin. Nahaq yerə gəldi. Mən sizə dedim ki, bu söhbətdən heç bir şey çıxmayacaq. Sən bizi məcbur edirsən, məsələni partiya təşkilatına keçirib, cəmaətin müzakirəsinə verək. Nə cəmaat, hə? Cəmaat da, partiyada məni sizdən yaxşı tanıyır. Bilirəm, tanıyırsınız yoldaş Şərəfoğlu. O ancaq siz görən Rüstəm deyil. Bütün cəmaatı özündən narazı salıb. Töhmət də ki, eşitdiniz, partiya təşkilatının töhmətini. Təklifiniz nədir? Ondan bizə sədr olmayacaq. Bəs yerinə kimi qoyaq? Müavini var. Salman, həm savablı, həm də cavan. Rüstəmin necə deyərlər, havası çoxdan çalınıb. Baxarıq, mənim havam hələ çalınmıyor. Ay Rüstəm, biraz hövsələli ol, yaxşı fikirləş. Bəlkə onlar doğrudan da sən... Nə qədər sinəsində ürəyi döyünür, Rustam kişi diz yerə qoyan deyil. Cəmaat arasına çıxanda bilinər ki, kimi fitə batırlar, kimə çəpik çalırlar. Sənə nə üçün çəpik çalsınlar, Rustam? Səni mənəm-mənəmli yazarı tutub. O azar adamın gözünə pərdə çəkir. Yaxşını yamandan, haqqını haqdan seçməyə qoymur. Adamı vicdansızlığa vadar edir. Mən vicdansız adam deyiləm. Mən hələ haram tişə yeyib, xain iş tutmamışım. Düzdür, sən haram tişə yeməmsən, xain adam da deyilsən. Ancaq bir düşün.